Salam, Xalqın gündəmi rubrikasında Teatr Həyat dərsləri məktəbidir məqaləsinin icmalını təqdim edirik. Azərbaycan teatrının yaranmasının 153-cü il dönümü ilə əlaqədar əməkdaşımız Fidan Əliyeva, əməkdar artist Gənc Tamaşaçılar Teatrının Yaradıcılıq şöbəsinin müdürü, rejissor Nicat Kazımovdan müsahibə götürüb. Müəllif yazır ki, teatr insan həyatının, hisslərinin və düşüncələrinin bədii şəkildə səhnədə əks olunduğu, cəmiyyətə mənəvi mesajlar göndərən mühüm sənət məkanıdır. Teatr tamaşaçıları düşündürən, ona yeni baxış bucağı qazandıran həyat məktəbidir. Məqalədə qeyd olunur ki, bugün Azərbaycan teatrının yaranmasının 153-cü il dönümüdür. Bu müddət ərzində Milli Teatr maarifçilik missiyasını daşıyıb, cəmiyyətin problemlərini səhnəyə gətirib və müxtəlif dövrlərin çətinliklərinə baxmayaraq öz sözünü deməyə davam edib. Teatr tarixində fədakarlığın parlaq nümunələrindən biri kimi Hüseyn Ərəblinskinin fəaliyyəti göstərilir. Onun fikrincə səhnə müqəddəsdir və aktyor yüksək mənəvi keyfiyyətlərə sahib olmalıdır. Yazıda Gənc Tamaşaçılar Teatrının rejissoru Nicat Kazımovun fikirlərinə də yer verilir. O bildirir ki, teatrın əsas məqsədi cəmiyyətdəki sosial və əxlaqi problemləri bədii dildə tamaşaçıya çatdırmaqdır. Tamaşaçı teatra yeni düşüncələr və hisslər qazanmaq üçün gəlməlidir. Buna görə də hər tamaşa müəyyən mesaj daşımalı və cəmiyyətin problemlərinə toxunmalıdır. Rejissorun sözlərinə görə teatr həyatın güzgüsüdür, lakin reallığı bir qədər vurğulayaraq təqdim edir. Bu sənətdə bədiilik və emosional təsir mühüm rol oynayır. Həmçinin rejissorluq yaradıcı intuisiya və fərqli baxış bucağı tələb edən bir sənətdir. Məqalənin sonunda qeyd edilir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən hər il 10 mart Milli Teatr günü kimi qeyd olunur və bu tarix Azərbaycan teatrının inkişafında mühüm əhəmiyyət daşıyır. Müəllifin fikrincə Azərbaycan teatrı zəngin aktyor məktəbi və yaradıcı potensialı ilə hər zaman inkişaf etməyə qadirdir. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Xalqın gündəmində daim nələr olduğunu bilmək üçün abunə olmağı və bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.